İkinci hissəyə. Deməli, səhifədə olan parametrlərin hər birini bildik. İndi bir də var səhifənin nömrələnməsi. İstəyirəm ki, səhifə nömrələnsin, mündərcat yaradaq. Ən çox belə tələbələrə lazımdır. Sərbəst işdə, diplom işində falan və s. Bir də kitab yazanda istifadə olunur. Əgər səhifələri nömrələmək istəyirəmsə, baxın, nömrə əlavə etmək istəyirəm. Bu zaman əlavə et tabından istifadə edirəm, insert-dən. Biz insert-ü şəkil, cədvəl və s. bunları keçmişdik. Bir də burada var header, footer. Bu qrup. Header yuxarı, footer da aşağı. Təkrarlanan sərlövhə, təkrarlanan başlıq. Misal üçün, hər hansı bir yazı, başlıq istəyirəm ki, bütün səhifələrdə təkrarlansın. Misal üçün, deyək ki, hər hansı bir kursun kitabıdır. İndi mən şimdi abituriyentlər üçün vəsait hazırlayır. Baxırıq ki, hər səhifənin yuxarısında qeyd olunub. Abituriyentlər üçün dərs vəsaiti, abituriyentlər üçün dərs vəsaiti. Bu yazı hər bir səhifənin başlığında var. Bu sərlövhədən istifadə olunub. Yəni o yazını elə hər dəfə səhifənin başına yazmırıq ki, bir dəfə yazırıq, bir dəfə istifadə edirik həmin əmri və bütün səhifələrdə avtomatik təkrarlanır. Yox, əgər səhifənin sonunda istəyirəmsə, sonunda da daha çox məsələn sinif qeyd olunur, ta ki 9-cu sinif üçün vəsait, 10-cu sinif üçün vəsait və yaxud da ad soyad qeyd edə bilərik. Tutaq ki, deyək ki, Quliyeva Maya ad soyad qeyd edirəm sonra. Yəni əgər mən hazırlamışamsa, həmin sənədi sona öz ad soyadımı qeyd edə bilərəm və yaxud tarix qeyd edə bilərəm və s. Yəni hər hansı bir yazının bütün səhifələrdə təkrarlanmasını istəyiriksə, yuxarı və aşağı sərlövhələrdən istifadə edirik. Yuxarı hissədə yuxarı sərlövhə, header, aşağı hissədə isə footer. Header-a daxil oluram. Burada müxtəlif formatlarda var. Yəni tək yazı olsun, 2 yazı, 3 yazı fiqurun içərisində və s. İstənilən növünü seçə bilərsiniz. Burada çoxdur. Və yaxud da bir səhifədən bir olsun, səhifə nömrəsindən bərabər olsun. Burada müxtəlif formalar var. Məsəl üçün, belə seçirəm çərçivənin içərisində və burada yazını qeyd edirəm. Tutaq ki, bu loqopediya kursuna aiddir də yazaq loqopediya. Yazdıq. Sonra istəsəm yenə rəngini falan dəyişə bilərəm. Format açılır. Formatı keçmişik. Çünki burada fiqura əlavə olunub deyə avtomatik format açılır. Formatdan fiqurun rəngi, yazının rəngi və s. bunların üzərində dəyişiklik yapara bilərəm. Ən sonda onsuz da belə bir pəncərə açılır. Header, footer daxil olanda. Buradan X-i vurub bağlayıram. Və həmin yazı baxırıq ki, bütün səhifələrdə var. Halbuki mən sadəcə bir səhifədə qeyd etmişdim, amma bütün səhifələrə düşdü. Bir də bizə nə lazımdır? Bəzən olur ki, həmin bu başlıq ilk səhifədə görünməsini istəmirik. İlk səhifədə görünməsin. Bu zaman yuxarının üzərinə 2 dəfə vuranda da açılır əslində bu səhifə. Burada different first page var. Bura daxil olanda avtomatik birinci səhifədən onu yığışdırır. Baxın, birinci səhifədə yoxdur. Onu yığışdırdı. Eyni yazı təbii ki, səhifənin aşağısı üçün də keçərlidir. Səhifənin aşağı hissəsində təkrarlanan başlıq üçün. Sonra var bizdə səhifə nömrələməsi. Üzr istəyirəm. Xahiş edirəm, bir əvvəlki header'ın son hissəsini zəhmət olmasa deyə bilərsiniz. Burada dizayn hissə açılır. Hər səhifədə yazılar yazılır. İstəsəm yazının rəngini, formasını formatdan dəyişə bilərəm. Bunu keçmişik, yəni əvvəlki dərsdə. Bu artıq header'a aid deyil. Fiqura aiddir. Format açılır. Formatdan mən fiqurun formasını, yazının rəngini, formasını dəyişə bilərəm. İş bitdikdən sonra X-i vurub bağlayıram. Ya da ki, əgər istəsəm ki, birinci səhifədə olmasın, bu zaman different first page-i seçməliyəm. Bayaq bunu seçmişdim, ona görə birinci səhifədə həmin yazı görünmədi. Ümumiyyətlə, different first page birinci səhifə fərqli deməkdir. Birinci səhifədə həmin yazı görünmür. İndi istəyirəm, məsələn, aşağıda digər onun kimi, aşağıda hər hansı bir formatı seçirəm, tutaq ki, aşağı sol tərəfdə yazı yazmaq, istədiyim yazını qeyd edirəm. Baxın, birinci səhifəyə düşməli, çünki bu seçilib. Bunu vursam, seçməsəm əgər, qaliçkanı oradan çıxarsam, avtomatik birinci səhifəyə düşəcək. Hər hansı bir yazını yazıram, bütün səhifələrdə həmin yazı yazılır. Sonra bu X-i vururam ki, çıxsın. Bu, əgər bəzən olur ki, məsəl üçün, vərəqin yuxarı hissəsində 2 dəfə vurursunuz, nəsə yazmaq üçün bu zaman açılır. Bu, əgər dizayn tabı açılırsa, bilin ki, header footer'a aiddir. Sırf dizayn tabı. Bir də var səhifə nömrəsi. Bizə əsas lazım olan səhifə nömrəsi page number. Gəlirəm page number hissəsinə. Burada qeyd edirəm ki, mənə hansı nömrələmə formatında olsun. 4 dənə formatdır. Ya vərəqin yuxarısında, ya vərəqin aşağı hissəsində, ya vərəqin kənarında, ya da dayandığımız mövqedə. Bizə həmişə lazım olur yuxarıda, sağda. Yuxarını seçiriksə sağı seçirik. Yuxarıda ehtiyac yoxdur, çünki başlıq yazmışam. Eyni anda həm başlıq, həm səhifə nömrəsi düzgün deyil. Aşağını seçirəm. Aşağı hissədə də ya ortada seçirik, ya sağda seçirik. Ən çox istifadə olunan 3 dənə nömrələmə var. Deməli, ya yuxarıda sağda, ya da aşağıda sağda, ya da aşağıda ortada. Tutaq ki, seçirəm ortanı. Yenə 1, 2, avtomatik özü nömrələyir. 1, 2, 3, 4 və s. Bu şəkildə özü nömrələmə aparır. Yenə istəsəm ki, birinci səhifədə nömrə düşməsin.
Ya 2 dəfə vururam, ya da yenə bu dizayn tabını açıram. Different first page vuranda avtomatik birinci səhifədə həmin yazı görünməyəcək. Bu şəkildə. Məndən misal üçün bəzən olur ki, görürsünüz ki, deyək ki, bu istəyirəm ki, 2 olsun. İkinci və yaxud da deyək ki, üçüncü səhifə olsun. Bu mənim üçüncü səhifəm olsun. 3, 4, 5 bu şəkildə artsın. Çünki birinci və ikinci səhifəni tutaq ki, çıxartmışam. Üz qabığı və mündərcatdır. Onlarda təbii ki, səhifə nömrəsi yazılmır. İstəyirəm ki, bu 3-dən başlasın. Bu zaman nə edirəm? Yenə gəlirəm insert page number, səhifə nömrələməsi. Burada format page number-ını seçirəm və burada qeyd edirəm ki, neçədən başlasın? 3-dən. 3-ü qeyd elədim. Hətta istəsəm nömrənin formatını da dəyişə bilərəm. Rum rəqəmi ilə nömrələnsin, yoxsa əlifba sırası ilə və yaxud da hər iki tərəfdə tire işarəsi yazsın və s. İstədiyim formatı seçirəm və burada 3 qeyd edirəm ki, 3-dən başlasın. İndi baxıram ki, birinci səhifəmizin nömrəsi 3-dür. Baxın, 3, 4, 5, 6 bu şəkildə nömrələmə apardı. Yox, nömrələməni silmək istəsəm, bu zaman remove page number. Bundan istifadə edirəm, avtomatik nömrələməni silir. Sonra bir də bizə əsas lazım olan bir dənə deməli hissə qaldı. O da mündərcatın hazırlanması. Avtomatik mündərcatın hazırlanması. Ümumiyyətlə yazı yazanda çalışırıq ki, bütün mətn normal rejimdə olsun. Bütün yazını seçirəm. Burada normal qeyd edirəm. Sonra gəlib ölçüləri falan bunlar üzərində düzəliş aparıram. Bunları demişdim də standart 14-dür, Times New Romandır. Sətrlər arası məsafə 1.5 qeyd edirəm bu şəkildə. İndi deyək ki, bunlar hər biri mövzunun adıdır. Bunları belə eləyək. Biraz çox olsun belə eləyirəm. Bu mənim başlığımdır, mövzunun adıdır. Boşluğunu silək. Məzmunum. Mövzunun adlarını istəyirəm mündərizat düşsün. Mündərizat bildikdə nədir? Ya kitabın əvvəlində olur, ya da sonunda olur. Başlıqların səhifəsi qeyd olunur. Bu avtomatik yaratmalıyıq. Başlığı seçirəm və burada headinglərdən istifadə edirəm. Heading 1, heading 2. Heading 1 böyük başlıqdır, 2 kiçik başlıqdır. Ya istəsəz hamısını bir eləyə bilərsiniz, ya da əgər mövzudan xəbərdarsınızsa, mövzunu bilirsinizsə, oxumusunuzsa, bilirsinizsə nəyə aiddir, bu zaman 1, 2 bunlardan qarşılıq istifadə edə bilərsiniz. 1 böyük deməkdir, 2 onun alt başlığı. Metodikada oxuyanlar bilir. Əsas standart var, alt standart var. Əsas standart böyükdür, alt standart kiçik. Əsas standart dəyişir, məsələn, dəyişmir, alt standartlar dəyişir. Əsas standart, misal üçün, mən bariz nümunə deyim, Azərbaycan dilindən hansı bir vəsait hazırlayırıq. Mövzunun adı, deyək ki, nitq hissələri. Bu böyük başlıqdır. Bunu heading 1-lə yaza bilərəm. Amma tutaq ki, isim haqqında məlumat yazıram. İsmi artıq heading 2 yazıram. Çünki ismin özü də nitq hissəsidir, nitq hissəsinə aiddir. Onun bir pillə, elə bil ki, bir pillə ondan aşağı səviyyədədir. Sonra, tutaq ki, ismin hallanması mənsubiyyətə görə dəyişməz. Bu da ismə aiddir axı. Bunu da heading 3 eləyirəm. Yəni, hər biri bir-birinə əlaqəlidir. Bölgü şəklində. Həmişə başda duran heading 1 olur, böyük başlıq olur. Onun qolları, ona aid olan mövzular heading 2. Heading 2-yə də aid olan mövzular heading 3 ola bilər. İndi məndə Alaliya mövzusuna aiddir. Bu başlıqdır. Bunu mən heading 1 yazıram. Sonra tutaq ki, Alaliyanın növləri. Bunu artıq heading 2 eləyə bilərəm. Baxın, bunu heading 1 elədim. Əgər yazının forması, quruluşu xoşuma gəlmədisə, sonradan dəyişə bilərəm. Amma birinci dəyişim, sonra gəlim heading 1 eləyim, onda yenə pozulur. Birinci həmişə heading 1-i seçin, ondan sonra gəlib rəngini formasını dəyişə bilərsiniz. Bu oldu heading 1. Sonra digərini, bunu seçirəm heading 2, çünki alt başlıqdır. Alaliyanın özünə aiddir, bu mövzunun özünə aiddir. Bunu da yenə sonra ölçüsünü falan, rəngini falan dəyişə bilərəm. İndi bunlar da eyni bu qaydada istəyirəm. Formatı kopyalamaq, keçmişi, bunun formatını digərini kopyalayıram ki, bu da heading 2 formatında olsun. Bir də təzədən seçib yuxarıdan əmrləri seçmirəm. Bu şəkildə formatı kopyalayıram, digərlərinə əlavə edirəm. Belə. Sonra loqopediya təhsilinin məzmunu. Bu, misal üçün, Alaliyadan deyək ki, başqa bir mövzudur, ondan kənar, amma eyni səviyyədə. Bu zaman bunu heading 1 eləyə bilərəm. Seçirəm bunu, gəlirəm heading 1. Yenə istəsəm, rəngini falan dəyişə bilərəm. Bu şəkildə başlıqları düzəldirəm. Yenə deyirəm, mövzudan xəbərdarsınızsa, heading 1, 2, 3, onları qruplaşdıra bilərsiniz. Xəbərdar deyilsinizsə, hamısını heading 1 edin ki, çaşqınlıq yaratmasın. Tutaq ki, hazırladıq, sonra gəlib mündərizat yaratmaq istəyirəm. Deməli, əsas bütün yazı normal olmalıdır, başlıqlar headingdən olmalıdır. Sonra gələndən sonra referensə daxil oluram və referensdə table of content var. Yəni, mündərizat məzmun. Buradan seçirəm birincini. Bu sonda yazı var imiş, eyb yox.
Baxın, avtomatik hazırladı mündərcatı. Hansı neçənci səhifədə qarşısında qeyd elədi. Burada da məsələn bu kontent sözünü seçib mündərcat yaza bilərəm yerinə. Avtomatik mündərcatı hazırladı. Baxın, headinglər kənardadır. Aleliana Lokopediya təsirinin məzmunu. Headinglər biraz təbii ki, sağ tərəfdə yerləşib. Baxan kimi bilinir ki, bu Aleliyan növləridir və Alaliyaya aiddir. Ona görə deyirəm, yəni mövzudan xəbərdarsınızsa 2, 3, 1 bunları istifadə edə bilərsiniz. Xəbərdar deyilsə qarışdıracaqsınız. Bu ümumiyyətlə səhv sayılır. Ya hamısını eyni eləyin, ya da ki bilirsinizsə tam dərin, o zaman belə bölgü apara bilərsiniz. Burada sonra əsas nələrdir? Misal üçün, əgər özümüz əllə yazsaydıq nömrələməni, biraz çətin gəlirdi. Nöqtə-nöqtə qoyursunuz, ya trek qoyursunuz, düz xətt çəkirsiniz, nömrə yazırsınız. Sonra ölçünü dəyişəndə avtomatik onun da ölçüsü dəyişir. Aləm dəyər bir-birinə. Bəlkə səhifə artırırsınız, gəlib təzədən burada nömrə dəyişməlisiniz. Amma bunda referensdən düzəldiriksə, əgər headinglər vasitəsilə, table of content-dən, bu zaman nömrə avtomatik özü dəyişir. Tutaq ki, deyək ki, baxın, mən bunu keçirəm o biri səhifəyə. Baxın, bunu keçirəm o biri səhifəyə. Bu başlığı keçirəm o biri səhifəyə. İndi gəlib mündərcata dəyişməlidir. Mündərcatın üzərinə dayanıram, update vururam. Update vuranda 2 dənə seçim göstərir. Ancaq səhifə nömrəsi, yoxsa ümumi mündərcatın özü. Birincini seçsəm, ancaq səhifə nömrəsi dəyişəcək. Baxın, bunlar 4-5 oldu, 3-4 idi bayaq. Bunlar dəyişdi. Çünki mən motor Alaliyanın səhifəsini bir səhifə sonra elədim, avtomatik burada oldu 4. Əgər ikincini seçsəm, bu nədir? Əgər cədvəldə yəni mündərcat cədvəlində təbii ki, hansısa bir mövzunun adı mətnin içərisində dəyişilibsə, avtomatik burada dəyişəcək. İkinci odur. Yəni ümumiyyətlə dəyişir cədvəli. Amma birinci ancaq səhifə nömrəsinə təsir edir. Bir də tutaq ki, gəlirəm Alaliyanın özünə. Üzərinə dayandım. Baxın, göstərir ki, kontroldan klik. Kontrol basıb tutub, mouse'un sol düyməsini vuranda avtomatik həmin başlığı gətirəcək. Əgər PDF çox, yəni sənədiniz uzundursa, səhifəsi çoxdursa, birbaşa mündərcatdan istifadə edib bir səhifədən o bir səhifəyə keçid edə bilərsiniz. İstədiyiniz başlığın üzərində kontrolla mouse'un sol düyməsini basılı tutursunuz, avtomatik həmin səhifədən digər səhifəyə keçid etmiş olur. Aydın oldu? Müəllimə, axşamınız xeyir. Müəllimə, bu mündəricat yaratmağa bir dənə zəhmət olmasa bir də deyərdiniz də. Bütün yazıların hamısını seçirsiniz. Yazılar hamısı normalda olur. Bütün yazı normalda olmalıdır. Bundan əmin olmalısınız. Ancaq mündəricat bilirsiniz də nədir? Başlıqlar hansı səhifədə də onu göstərir. Hansı başlıqların ki, mündəricata düşməsini istəyirsinizsə, səhifəsini bilmək istəyirsinizsə, bu zaman həmin başlıqları seçib ya heading 1, ya heading 2-dən istifadə edirsiniz. Əgər mövzudan xəbərdarsınızsa, biləcəksiniz. Əsas başlıqlar heading 1, ona aid olanlar heading 2 standartlar şəklində bölürsünüz. Yox, əgər hamısını eyni istəsəz, yəni əziyyətə salmaq istəməsəz özünüzü, bu zaman hamısını heading 1 edirsiniz. O səhv deyil, hamısı heading 1 olmalı. Prosta heading 2, 3 də olsa, təbii ki, baxan kimi bilinəcək ki, nəyə aiddir. Bundan sonra başlıqları seçəndən sonra heading 1, heading 2 seçirsiniz. Sonra sonda mündəricatin harda yaranmasını istəyirsinizsə dayanırsınız orada və referensdən table of content əmrini vurursunuz. Buradan birinci. Seçəndə avtomatik mündəricat yaradılır. Əgər hər hansı bir səhifə nömrəsində dəyişiklik varsa, mündəricatın üzərində update. Burada da yazılıb update. Mündəricatın üzərində də update yazılıb. Buradan birincini seçirsiniz, onun nömrə, ancaq səhifə nömrəsi. OK vurursunuz, avtomatik səhifə nömrəsi dəyişəcək. Əgər səhifə artırmısınızsa, azaltmısınızsa və s. Yox, əgər ümumi cədvəldə dəyişiklik etmək istəyirsə, mündəricat cədvəlində, tutaq ki, hər hansı bir yazının adını dəyişmisiniz, formasını dəyişmisiniz, vəziyyətini dəyişmisiniz və s. İkincini vuranda ümumi mündəricat təzədən yeniləyir. Səhifə nömrəsi də daxil, hər şey daxil. Belə. Oldu müəllimə, çox sağ olun. Sağ olun. Ən çox lazım olan bunlardır. Belə. Başqa kimsə nəsə sualı var? Yoxdursa, tamam.